Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allah Teala devletimize, milletimize bereket versin. Allah Teala nece bile Kurban Bayramı geçirmeyimizi bizlere nasip eylesin. Allah Teala ibadetlerimizi, dualarımızı kabul eylesin. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulina Muhammedin ve ala ali Muhammed. Salam aleyküm, sabahınız xeyir olsun. Əziz Azərbaycan xalqımız, bildiyiniz kimi bugün may ayının 27-si ölkəmizin hər yerində Qurban Bayramı günü qeyd olunur və bugün Göyçay rayon Çərkəz məscidində də Qurban Bayramı namazı qılındı və cəmaatımız bayramlaşır, cəmaatımız sevinir. Bax, əsl müsəlmanlıq budur, əsl qardaşlıq budur. Həqiqətən də adam bir daha müsəlman olduğun və dinimizin bizə, Allahın bizə əmr elədiyin nə cür qardaşlığı, nə cür insanlığı göstərdiyini və Allah Resulü sallallahu aleyhi və səlləmin də bizlərə şəriəti olduğu kimi çatdırdığı və insanların biri-biri ilə mehriban olması, küsürlərin barışması, bax o gün bu gündür. Bayramınız mübarək.